Salam şagirdlər, bu videoda Güvən 8-dən KSK üçün C və D variantının bütün testlərin izahına baxacağıq. Videoların davamı üçün kanala abunə olmağı və bəyənməyi unutmayın. Baxaq uşaqlar C variantının birinci sualına. Bizə deyir ki, aşağıdakı tənliklərdən hansının kökləri qarşılıqlı əks ədədlərdir? Uşaqlar, qarşılıqlı əks ədədlər hansı idi? Biri A idsə, digəri mənfi A idi. Biz bilirdik ki, qarşılıqlı əks ədədlərin cəmi 0-a bərabər. Deməli, köklərimizin cəmi 0 etməlidir. Baxaq indi görək. Aşağıda verilən tənliklərdən hansının kökləri cəmi 0-a bərabərdir? Baxaq uşaqlar A variantından bizə verib x kvadratı çıxaq 13 bərabərdir 0. Keçirsək bir tərəfə x kvadratı bərabərdir 13, x bərabərdir plus minus kökdə 13. Uşaqlar, kökün biri mənfi 13'dür, digəri müsbət 13'dür, yəni kökdə. Cəmləri neçə eləyir? 0. Deməli, ilə A variantı bizim cavabdır. Cavabımız oldu A variantı. İkinci sualda isə bizə verib x kvadratı, biraz böyüdüm, çıxaq 3x üstəgəl 1 bərabərdir 0. Kvadrat tənliyin kökləri x1 və x2'dir. Kökləri x1 bölü x2 və x2 bölü x olan kvadrat tənlik qurun. Baxaq uşaqlar, x1 ilə x2'nin cəmi verilmiş tənlikdə nədir? 3'dür. x1 ilə x2'nin hasılı isə 1'dir. Bunu bizə verib. Gəlin uşaqlar, bizə verilənlərdən istifadə edək. x1 böl x2 kökün 1'idir. Digəri isə x2 böl x1'dir. Bunların cəmi nə edəcək? x1, x2 ortaq məxrəc olacaq. x1'in kvadratı üstəgəl x2'nin kvadratı bərabərdir. Kəsrin sürətinin kvadratlar cəmin müxtəsər olmaya görə x1 üstə x2'nin mötərizəsinin kvadrat şəklində yazıb çıxıram 2 dənə x1, x2, bunu bilirik də. Bir də bölək x1 vur x2. x1 üstə x2 nə idi bizdə? 3. Kvadratı eləyəcək 9 çıxaq 2 vuraq x1, x2 də 1'dir. 1 bölək x1 vuraq x2, o da 1 bərabər. 7 bölək 1. Cavabımız olar 7. Bu oldu uşaqlar. x1 ilə x2'nin, yəni bizə deyilən x1 bölü x2 və x2 bölü x1 köklərinin cəmi. Bir də köklərin hasılını tapmalıyıq da, düzdürmü? x1 bölü x2 vura x2 bölü x1. Bu da nə eləyir? Buranda alırıq 1. Və bunun Q olduğunu, yəni kökləri hasılı Q'dur, kökləri cəmi isə P'dir də, düzdürmü? Əks işarəli ikinci ədin əmsalı P'dir. İndi deməli olacaq tənliyimiz x kvadratı çıxaq px, yəni çıxaq 7x üstə gələk Q, yəni 1 bərabərdir 0. Bu da oldu bizim cavab, yəni C variantı. Üçüncü sualda isə K'nın hansı müsbət qiymətində, deməli K böyükdür 0'dan. X kvadratı çıxaq kx üstə gələk, bunu mötərizə yazıram. K üstə gəl 3 bərabər 0. Kvadrat tənliyinin 2 bərabər kökü var. Uşaqlar, biz demişdik ki, kvadrat tənliyin 2 bərabər kökü olması üçün diskriminant 0 olmalıydı. Gəlin diskriminantı tapaq buradan. K kvadratı çıxaq 4 vuraq, 1 vuraq K üstə gəl 3. Bərabər nəyə götürəcəyik? 0'a. Çünki niyə? Köklərimiz bərabər olsun deyə. Sadələşdirək uşaqlar. K kvadrat çıxaq 4K çıxaq 12 bərabərdir 0. İndi viyyətlə tapaq uşaqlar. K1 ilə K2'nin cəmi nədir? Əks işarəli ikinci ədin əmsalı 4'dür. K1 vur K2 isə mənfi 12'dir. İndi cəmi 4. Hasılı mənfi 12 ədədlər K1 bərabərdir mənfi 2, K2 bərabərdir 6'dır. Bizə mənfini yox uşaqlar. Nəyi soruşurdu? Bura baxın, müsbəti. Onun cavabımız olar 6. Cavabımız B variantı. Dördüncü sualda isə x kvadratı çıxaq 8x üstə gəl q bərabərdir 0. Kvadrat tənliyin kökləri x1 və x2'dir. Bizə deyir ki, 3 dənə x1 çıxaq x2 bərabərdir 12 olarsa Q'ni soruşur. Aha, nə gözəl. Baxaq.
Uşaqlar x1 ilə x2-nin cəmi bilirik nədir? 8-dir. Bunu da gətirib yazıram aşağısında. 3 dənə x1 çıxaq x2 bərabər 12. Gəlin uşaqlar yuxarı qol ilə aşağı qol toplayaq. Nə alırıq burada? x2-lər silah olunur. Qalır nə? 4 dənə x1 bərabərdir. 800 ise 12'dir 20. 120 yok 20. Onda x1'i tapırıq nə? 5. İndi x1 5 ise gətirib burada yerine qoysaq 5 üçün 15 çıxaq x2 və 13 onda x2 nə olar? 15 çıxaq 12 edir 3. Onda x1'də tapmışıq, x2'ni tapmışıq. Q nə idi bəs? Q sərbəst həddi idi. Yəni kökləri hasili. Onda Q bərabərdir x1 vur x2. Yəni 3 ilə 5'in hasili. Bu da eləyər 15. Cavabımız C variantı olar. 5-ci suala baxırıq. Uşaqlar biraz asta deyirəm. Asta deməyimə səbəb digərlər, yəni ən zəif bilənin də belə başa düşməsi üçün mən bunu deyirəm. Bəzi uşaqlar görsən rəy bölməsində yazır ki, müəllim çox asta deyirsiniz, çox asta izah edirsiniz, uzun yolla izah edirsiniz. Uşaqlar mən o məsələnin üzünə baxanda dəfələrlə bunu demişəm. Mən o məsələnin üzünə baxanda demək olar ki, o məsələnin 80%-ni bilirəm. Yazmağa başlayanda o həllini yəni cavabına qədər bilirəm. Yəni mən onu daha tez etmək qaydasını bilirəm. Sadəcə sırf siz başa düşəsiniz deyə mən bu qədər uzadıram və yaxud misalın üzərində bu qədər qalıram ki, başa düşməyən də başa düşsün. Də bunu əziyyət çəkib mən çəkirəm də. Yəni kimsə nəsə başa düşməlidir ki, bunu çəkirəm. Yəni özüm bildiyimi göstərmək istəsəm, mənim üçün sadə bir şeylərdir də bunlar. Yəni niyə mən o əziyyəti çəkim ki? Mənim bu videonu çəkməkdə məqsədim sizlərin faydalanmasıdır yəni. Baxaq 5'ə uşaqlar. X kvadratı çıxaq 5x üstəgəl 3. Bərabər 0. Kvadrat təninin kökü x1 və x2'dir. Bizə verib ki 2 dənə x1 üstəgəl 3 vuraq 2 dənə x2 üstəgəl 3 ifadəsinin qiymətini hesablayın. Aha. Uşaqlar birinci gəlin x1 ilə x2'nin cəmini tapaq 5'dir. Bunu bilirik. x1 ilə x2'nin hasilini tapaq bu da 3'dür. Bunu saxlayıram bir kənarda. Bu mənə lazım olacaq. İndi mən bunu açıram. Bərabərdir. Ardını yazıram uşaqlar. Vurub açıq sadələşdirirəm. Alıram 4 dənə x1, x2, üstə gələk 6 dənə x1, üstə gələk 6 dənə x2, üstə gələk 9. Bərabər. Sadələşdirirəm. Uşaqlar 4 dənə x1, x2'yə dəymirəm. Buradan 6'ını çıxardan mötərizə xaricinə bunun ikisindən. Alıram x1 üstə x2, bir də üstə gəl 9. Aha, indi isə bundan istifadə edəcəm. x1, x2 nədir? 3'dür. Yerinə qoyuram. Alıram 4 vur 3, üstə gələk 6 vur. x1 ilə x2'nin cəmi isə 5'dir. 5, bir də üstə gələk nə var? 9. Aha, 4 üçün 12, üstə gəl 30, ilə 42, üstünə də 9, ilə 51. Cavabımız A variantı olar. 6-cı sualda isə uşaqlar kvadratın bir tərəfindən 4 santimetrlik bir dənə zolaq kəsilib. Kvadratın tərəfi olsun A. Bütün tərəflər oldu A. 4 santimetr buradan kəsilib götürülürsə, bunu oranı ştrixləyirəm uşaqlar. Təsəvvür edək ki, bura kəsilib götürülüb. Bura qalır nə? A çıxaq 4. Düzdürmü? İndi kəsilən hissənin, bax, bu düzbucaqlı alınıb da, bu, bir də bu, düzdür? Bu düzbucaqlı alınıb. İndi bu kəsilən hissənin sahəsi nə olacaq? Bura 4, burada A. Olacaq S düzbucağının sahəsi. S2 yazan. Kəsilən sahəsi olacaq 4 vuraq A. Yəni 4A. Bəs qalanın sahəsi nə olacaq? Qalanı da ki, A çıxaq 4 bir tərəfi olan düzbucaqlı, bir də A-da bir tərəf olacaq. Yəni A vuraq, A çıxaq 4'də olacaq nə? Qalan. Deməli S qalan da olacaq. A vuraq, A çıxaq 4. Bu da oldu qalanın sahəsi. İndi bizə deyir ki, kəsilmiş zolağın sahəsi qalan sahədən 20 kvadrat santimetr az olarsa, mən deməli qalan sahədən kəsilən hissəni çıxsam 20 edər. Onda gəlin sadələşdirək. Qalanın sahəsi nədir bu? Yəni A'nın kvadratı çıxaq 4A. Çıxaq
Kəsiyin sahəsi 4a bərabərdir 20. Sadələşdirək, a kvadratı çıxaq 8a çıxaq 20 bərabər 0. İndi uşaqlar cəmi a1 üstə a2 bizə 8 verməlidir. a1 vur a2 isə mənfi 20 verməlidir. Cəmi 8 hasılı mənfi 20 ilə a1 bərabərdir mənfi 2, a2 bərabərdir 10. Təbii ki, mənfi bizim məsafəmiz ola bilməz, yəni kvadratın tərəfi ola bilməz. Kvadratın tərəfi oldu 10 cm. Cavabımız olar B variantı. 7-ci sualda isə köklərindən biri x1 olsun. Kök hətta 3 üstəgəl 2 olan tam əmsallı çevrilmiş kvadrat tənlik qurun. Uşaqlar, digər kökümüz, yəni x2 olacaq bu verilmişin, yəni kök hətta 3 üstəgəl 2-nin qoşması. Yəni 2 çıxaq kökdə 3. Niyə? Çünki bizə tam əmsallı deyir. Uşaqlar, tam əmsallı deyən nəyi nəzərdə tutur? Yəni əmsalları tam ədəd olan çevrilmiş kvadrat tənlik qurun. Bunu deyir. İndi nə edirik? Biz bilirik ki, x kvadratı çıxaq üstəgəl px üstəgəl q bərabər 0. Bu çevrilmiş kvadrat tənlikdir. Viet teoreminə görə deyirdik ki, uşaqlar, x1 ilə x2-nin cəmi mənfi p-yə, yəni əks işarələ ikinci ədəd əmsalına, x1 ilə x2-nin həmsalı isə hasılı isə q-yə bərabərdir. Bunu bilirdik. Gəlin indi bu deyilənləri yerinə qoyaq. x1 ilə x2-ni cəmləyək. Kök hətta 3 üstəgəl 2 ilə 2 çıxaq kökdə 3-ü cəmləsək nə eləyər? Mənfi p eləməlidir. Q olması üçün isə x1 x2-yə vuracaq. Yəni kök hətta 3 üstəgəl 2-ni vuracaq 2 üstəgəl 2 çıxaq kök hətta 3-ə. Niyə uşaqlar 2 çıxaq kök hətta 3 yazırıq? İndi onu deyəcəm. Çünki 2 çıxaq kökdə 3 müsbətdir. Bu da müsbətdir. Bu da hər ikisi müsbət köklərdir də. Yəni biz mənfi kökdə yaza bilərdik. Amma yəni kök hətta 3 çıxaq 2-də yaza bilərik. Onda tam əmsallı çevrilmiş kvadrat tənliyi ala bilməyəcəyik. Ona görə müsbət kök yazmalıyıq. Bərabərdə bu da olmalıdır q. Sadələşdirək görək nə alırıq? Kök hətta 3-lər islah olunur. Qalır neçə? P bərabərdir. Mənfi P bərabərdir 4. Onda P bərabərdir mənfi 4 alırıq. Q də bərabərdir. Vursa birincinin kvadratı. Yəni 4 çıxaq 3 deyir 1. İndi deməli P'miz də var, Q'miz də var. Gətirib bu tənliyi yerinə qoysaq x kvadratı çıxaq 4x üstəgəl 1 bərabərdir 0. Cavabımız oldu A variantı. 8-ci sualda isə bizə verib x kvadratı x kvadratı çıxaq mx üstəgəl 4 bərabərdir 0 və x kvadratı üstəgəl nx çıxaq 4 bərabərdir 0. Deyir ki, kvadrat tənliklərinin köklərindən biri ortaqdır. Yazırıq uşaqlar, x1 üstəgəl x2 bərabərdir m-dir. x1 vur x2 bərabərdir 4'dür. Burada isə x1 üstəgəl x2 bərabərdir mənfi n-dir. x1 vur x2 bərabərdir mənfi 4'dür. Uşaqlar, baxın, burada buna x2 yazmıram, x3 yazıram. Niyə x3 yazıram deyəcəm. Uşaqlar, x1'lər hər ikisində eynidir. Dedik ki, kökləri eynidir. Yəni birinci kökləri eynidir. Deməli, x3 ilə x2 biri digərinin əksidir. Tutaq ki, x2 məsəl üçün deyirəm 5-dirsə, onda x3 mənfi 5-dir. Ki, x1-ə vuranda 4 eləyibsə, x1-i bu ədədə tutaq ki, deyirəm, baxın uşaqlar, bax, gəlin biri götürək, açıq aydın göstərim sizə, izah edə bilim. Baxın, tutaq ki, deyək, x1 1-dir. Bunu 1 götürürəm, bu olur 4. İndi bu 1-dir. Bu gərək mənfi 4 olacaq. Deməli, x3 ilə x2 nədir? Biri digərinin əksidir. Onda x2 bərabər mənfi x3 yaza bilərik. İndi x2 ilə x3-ün cəmi nə olar? Təbii ki, 0 olar da. Cavabımız olar D variantı.
Sonra baxaq 9-cu suala. Bizə verib x kvadratı çıxaq k üstə gələk 4 dənə x üstə gəl m bərabər 0. Kvadrat tənliyin köklərindən biri 4'dür. Aha, x1 bərabər olsun 4. Və x kvadratı bu kvadrat tənliyin köklərindən biri isə 3'dür. Aha, nə deyir? Bu tənliklərin digər kök. Şöyle gəlin yerinə qoyaq. Görək nə alır? 4'ü yerinə qoysam. Ya da gəlin belə yazaq. x1 üstə gəl x2 bərabərdir k plus 4. Bir də x1 vur. x2 də m'dir. Burada 4'ü getirib yerinə qoysam, 4 üstə gəl x2 bərabərdir k plus 4. Burada isə 4 vuraq x2 bərabərdir m. Burada nə olur? 4'ləri islah etsəm qalır x2 bərabərdir k-ya. Burada da 4 dənə x2 bərabərdir m alır. Və digər tənlikdə isə mənə deyir ki, x kvadratı çıxaq 2k üstə gələk 1 dənə x üstə gəl n bərabərdir 0. Kvadrat tənliyin isə köklərindən biri 3'dür. Aha, tutaq ki, burada da x1 olsun 3. x1 yazmayaq. Buna x3 yazaq. Digər kökdə olsun x4. Çünki bərabərdir demir axı kökləri. Yazırıq burada. x3 üstə gəl x4 bərabərdir. Nə? 2k plus 1. Bir də x3 vur x4 isə n'dir. Gətirib yerinə qoysaq nə alırıq? 3 üstə gəl x4 bərabərdir 2k üstə gəl 1. Burada da alırıq nə? 3 vur x4 bərabərdir n. Aha, belə bir asılılıq alırıq. İndi bizə nə deyir? Bu tənliyin digər kökləri bərabər. Aha, bu tənliyin digər kökləri bərabər olarsa. Yəni x4 ilə x2'yə bərabərdir. Baxın uşaqlar, deyir ki, 3'tür bu tənliklərin digər kökləri bərabər olarsa. Yəni digərləri də x2'dir. Bu olduğu kimi x3 qalır. Amma digər isə bu da x2'dir, bu da x2'dir. x2, bu x2 alır. Düzdürmü? Aha. Bərabər olarsa k-nı tapın. Gətirib yerinə qoyacağıq. Burada x2 nədir? K-dır. Gətirib burada yerinə k qoysam, alıram 3 üstə gəl k bərabər 2k plus 1. Burada da yerinə qoya bilərəm. 3 vuraq k bərabər n yaza bilərəm. Heç o n-ə m-ə ehtiyac yoxdur uşaqlar. Görək burada nə alırıq? Deməli 2k üstə gələk 1 çıxaq k çıxaq 3 bərabərdir 0. Burada nə alıram? K bərabərdir 2. Cavabımız olar C variantı. Sonra növbəti sualda, yəni 10'da isə deyir ki, x kvadratı çıxaq 9 dənə modul x üstə gəl 20 bərabər 0. Kvadrat tənliyin ən böyük kökünü tap. Uşaqlar, bu tənliyi mən 2 ilə bölürəm. Bir dəfə yazıram x kvadrat çıxaq 9x üstə gəl 20 bərabər 0. Bir yazıram x kvadrat üstə gəl 9x üstə gəl 20 bərabər 0. Niyə? Çünki uşaqlar modul x bərabər bir dəfə mənfi x ola bilər. Bir də modul x bərabərdir x ola bilər. Yəni bu x-in ya mənfi qarşısına yazıldı elə x-in mənfi x-in müsbət olmağından asılıdır. Ona görə mən 2 dənə tənlik yazdım. Və bu tənliklərin ən böyüyünü tapacağım da kökünü. Deməli bu birinci tənlik üçün x1 ilə x2'nin cəmi 9 eləməli, x1 ilə x2'nin hasısı 20 eləməlidir. İkincidə isə x1 ilə x2'nin cəmi mənfi 9, hasili isə 20 eləməlidir. Baxıram, cəmi 9 hasili 20 eləyəndədirlər, x1 bərabərdir 4, x2 bərabərdir 5 eləməlidir. Burada isə cəmi mənfi 9, hasili 20 eləyəndədirlər isə
x1 bərabərdir -4, x2 bərabərdir -5'dir. Bunlar o zaten kiçikdir. Deməli bu seçilmiş, yəni tapdığımız 4 dənə kökdən, yəni bu kökdən bizə nəyi soruşur? Ən böyüyünü tapın. Ən böyük kökünü tapın. Cavabımız var neçə? 5. 11-ci sualda isə K'nın deyir neçə tam qiymətində x kvadratı üstəgələk kx üstəgəl 16 bərabər 0 tənliyin kökləri tam ədədlərdir. K'nın isə uşaqlar biz bilirik ki x1 ilə x2'nin cəmi mənfi k'dır. x1 ilə x2'nin hasısı 16'dır. Deməli bizə gör nə deyir? Bizə deyir ki K'nın neçə tam qiymətində verilmiş tənliyin kökləri tam ədədlərdir. Uşaqlar tam ədəd olması üçün deməli bu hasıl 16'dırsa deməli x1 ilə x2 16'nın bölənləri olmalıdır. 16'nın bölənləri hansılardır? 1'dir, 2'dir, 4'dür, 8'dir və 16'dır. Bunlar ola bilər. Neçə dənə? 3, 2, 5 dənə. Deməli K'nın 5 dənə tam qiymətində deməli 1, 2, 4, 8, 16. Yox, uşaqlar, burada 5 hansı halda olardı? K müsbət olsaydı. Bizdə K mənfidir. K mənfidirsə bu müsbət haldır uşaqlar. 5 dənə deyil. K'mız mənfidir. Onda hər biri mənfi olmalıdır. Deməli ki, vuranda müsbət eləyir, toplayanda mənfi. Deməli mənfi 1 ola bilər. Deməli mənfi 1 ilə mənfi 16 olmalıdır, düzdür? Sonra mənfi 2 ilə mənfi 8 olmalıdır. Mənfi 4 ilə də mənfi 4 olmalıdır. Neçə dənə oldu? 6 dənə. Cavabımız olar 6 ədəd. Cavabımız 6 ədəd uşaqlar. Sonra növbəti 12'yə baxırıq. Bunlar yox ha, bunlar müsbət halı üçünüydü uşaqlar. 12'də isə x kvadratı üstəgələk kx üstəgələk k plus 3 bərabər kvadrat tənliyi üçün uyğunluğu müəyyən edir. Birincidə deyir ki k bərabərdir -3. İkincidə deyir k bərabərdir 3. Üçüncüdə isə deyir k bərabərdir 6 olarsa neçə kökü var falan. Deməli birinci üçün x kvadratı üstəgələk yox olur çıxab 3x bu 0 bərabərdir 0. Burada neçə 2 müxtəlif kökü var. Düzdür? Biri 0, biri 3. Deməli 2 müxtəlif həqiqi kökü var. Cavabımız oldu A. Bu birinci üçün. İkincidə alırıq x kvadratı üstəgələk 3x üstəgələk 6 bərabər 0. Bu nə edir? 0'dan kiçilir diskriminantı. Bu o deməkdir ki, tənliyin kökü yoxdur. Həqiqi kökü yoxdur. Cavabımız olacaq C. Daha sonra üçüncüyə baxaq. Üçüncüdə deyir bizə ki, k 6 olarsa alıram x kvadratı üstəgəl 6x üstəgəl 9 bərabər 0. Diskriminant necə? 36 çıxar 36. Deməli tənliyin iki kökü də bir-birinə bərabərdir. Çünki diskriminant 0'dır. İki kökü də bir-birinə bərabər olan var. Bəli, B variantında var. Daha sonra göyə nə deyir? Deməli B'də belə deyir. C'də həqiqi kök yoxdur deyir yazılır. Köklərindən biri 0'a bərabərdir. Bəli, A variantında bir də D'də. Çünki burada köklərindən biri həqiqətən 0'a bərabərdir. Köklərindən hər ikisi 0'a bərabərdir. Elə bir variant yoxdur. Cavabımız oldu nə? Cavabımız oldu A, D, C, bir də B. Keçək uşaqlar D variantı. D variantı. Birinci suala baxaq. Aşağıdakı tənliklərin hansının kökləri qarşılıqlı əks edilərdir? C variantına baxın. 15x kvadratı çıxar 1 bərabər 0. Burada aldıq nə? 15x kvadratı bərabərdir 1.
x kvadrat bölü 1 bölü 15. Köklerimiz ne olacak? Plus minus 1 bölü kök etti 15. Köklerimiz nədir? Qarşılıqlı əks ədədlər. Çünki qarşılıqlı əks ədədlərin cəmi nəyə bərabərdir? Sıfıra bərabərdir. Cavabımız olar C variantı. 2-də isə bizə verib x kvadrat çıxaq 4x üstə gəl 1 bərabərdir 0. Kvadrat tənin kökdə x1 və x2-dir. Bizə deyir ki, x1 bölü x2 və x2 bölü x1 kökü olan kvadrat tənli qrup. Uşaqlar biz bilirik ki, verilmiş bu çevrilmiş kvadrat tənliyə görə x1 ilə x2-nin cəmi 4, x1 ilə x2-nin hasili isə 1-dir. Bunu yadda saxlayırıq və kökləri bu olan kvadrat tənli qrup. Deməli, bir dəfə neyəcəyik? Kökləri bunlar olması üçün x1 bölü x2 üstə gəl x2 bölü x1, bir də x1 bölü x2 vur x2 bölü x1. Bu hasillə eləyir 1. Bu isə x2 vur x1, x1-in kvadratı üstə gəl x2-nin kvadratı. Bu surətdə x1 üstə gəl x2-nin mötərizəsinin kvadratı çıxar 2 dənə x1, x2 yazıb, məxrəcdə isə x1 bölü x2 yaza bilərik. Bərabərdir. Bərabərdir, buradan yazıram. x1 üstə x2 nədir? 4-dür. Şala, bura baxın, 4. 4-ün kvadratı çıxar 2 vur 1. Çünki x1 bölü x2 1-dir. Bölək 1. 16-dan 2 çıxanda qalar 14. 1-ə də böləndə eləyər 14. Deməli, bunlar ixtisar getdi deyə 1 oldu. Ha, uşaqlar cavab. Cavabımız oldu. Cəmi 14, hasılı 1. Deməli olacaq x kvadrat çıxaq 14x üstə gəl 1 bərabər 0. Cəmi 14, hasılı 1. Bu oldu bizim çevrilmiş kvadrat tənlik. Cavabımız B variantı. Üçüncü sualda isə K-nın hansı müsbət qiymətində x kvadratı çıxaq kx üstə gələk, burada yazıram k plus 8. Mötərizədə yazdım ki, sərbəst həddi görə bilək. Bərabər kvadrat tənli 2 bərabər kökü var. Yəni nə? Diskriminant 0-a bərabərdir. Diskriminant bərabərdir. K kvadratı çıxaq 4 vuraq k plus 8 bərabərdir 0 götürüb həll edirəm. Yazıram burada k kvadratı çıxaq 4k çıxaq 32 bərabərdir 0. Deməli, k1 üstə k2 4-dür uşaqlar. K1 vur k2 isə mənfi 32-dir. İndi cəmi 4. Hasılı mənfi 32 ilə ədədlər hansıdır? K1 bərabər olar mənfi 4-ə, k2 bərabər olar 8-ə. Mənfi 4 ilə 8-in cəmi 4 edər, hasılı isə mənfi 32 eləyər. Cavabımız təbii ki, mənfi olmaz. Onlar nə? Müsbət nə? 8. K-nın hansı müsbət qiymətində? 8 qiymətində. Yəni C variantı. Dördüncü sualda isə uşaqlar bizə deyir ki, çıxaq 9x üstə gəl q bərabər 0. Kvadrat tənliyin kökləri x1 və x2-dir. Bizə deyir ki, 2 dənə x1 çıxaq x2 bərabər 6-dır. Q-nü tapın. Bizdən Q-nü soruşur. Necə tapaq? Uşaqlar biz bilirik ki, x1 ilə x2-nin cəmi nədir? 9-dur. Gətirib bunu da burada yazsam, 2 dənə x1 çıxaq x2 bərabər 6-dır. Uşaqlar bu qolları toplasam nə alıram? x2-lər gedir, qalır 3 dənə x1 bərabərdir 15. Onda x1-i tapıram nə? 15 böl 3. Yəni 5. İndi x1 5-dirsə, gətirib burada yerinə qoyub x2-ni tapa bilərəmmi? Bəli. Və yaxud heç ehtiyac yoxdur. Bu gətirib bax burada birinci tənli yerinə qoysaq. 5-in üstünə gəl 9 eləyər. Onda x2 bərabərdir 4-dür. İndi x1 də var, x2 də var. Q nə idi? Sərbəst hədd. Yəni x1 və x2. 4 vur 5. Deyər 20. Cavabımız olar B bəndi. Növbəti, yəni 5-ci suala baxırıq. X kvadratı çıxaq 4x üstə gəl 2 bərabər 0. Kvadrat tənliyin kökləri x1 və x2-dir. Bizdən 2x1 üstə gəl 3 vuraq 2x2 üstə gəl 3-ü soruşur. Gəlin birinci x1 ilə x2-nin cəmini tapaq görün nədir? 4-dür. x1 ilə x2-nin hasili nədir uşaqlar? 2-dir. Bunu saxladıq bir kənarda.
və bizə veriləndən istifadə edirik. 2 dənə x1 üstəgəl 3 bura 2 dənə x2 üstəgəl 3. Bura açaq eləyir 6 dənə, daha doğrusu üzr istəyirəm. 4 dənə x1, x2 üstə gələk 6 dənə x1 üstə gələk 6 dənə x2 bir də üstə gələk 9 bərabərdir. 4 dənə x1, x2-yə dəymirəm. 6-nı mütərizə xaricdən çıxardıram. x1 üstə x2 bir də üstə gəl 9 yazıram. Bərabərdir. Uşaqlar x1, x2-miz nədir? Burada var. 2-dir. Yazıram 4 vur 2 üstə gələk 6 vur. Cəmi nədir? Cəmi baxın 4-dür. Bir də 9. 8 üstə gəl 24. 32 üstə 9 eləyər 41. Yəni A variantı. 6-cı sualda isə kvadratdan eni 4 sm zolaq kəsildi. Şöyle kvadratımızı çəkək. Təsəvvür edin ki, bu kvadratdır. Tərəfləri A-dır. 4 santimetrlik zolaq kəsirik. Bura qaldı nə? A çıxaq 4. Aha. Kəsilmiş zolağın sahəsi qalan sahədən 84 kvadrat metr az olarsa. Aha. Mən onda S qalan sahədən kəsilmişi çıxsam 84 eləməlidir. Düzdürmü? Qalan sahəmiz nədir? Tərəfi A, bir də A çıxaq 4 ilə düzbucaqlı. Yəni A vuraq A çıxaq 4. Bəs kəsilmiş nədir? 4 vuraq A. Deməli mən qalandan, yəni A vuraq A çıxaq 4-dən çıxsam, kəsilmişin sahəsini, yəni 4 vuraq A-nı bərabərləməli 84. Bitti. Kvadratın tərəfini tapın. Deməli biz A-nı tapsaq kifayət edir. Yazıram bura A kvadrat çıxaq 4A çıxaq 4A çıxaq 84 bərabərdir 0. Alıram A kvadrat çıxaq 8A çıxaq 84 bərabərdir 0. Deməli uşaqlar cəmi 8, hasılı mənfi 84. Yazıram A1 üstəgəl A2 bərabərdir 8-dir viyitə görə. A1 vuraq A2 isə mənfi 84-dür. Baxaq görək hansı ədədlər. Uşaqlar cəmi nə eləməlidir? 8 eləməlidir. Hasılı isə 84 eləməlidir. 12 ilə 7 var. Bölür 84, amma cəmi 5 edir. 6 ilə 14. Uşaqlar, deməli A1 bərabərdir və A2 bərabərdir. Mənfi 6 ilə 14. Cəmləri eləyir 8, hasıləri mənfi 84. Bəli. Təbii ki, bizim tərəfimiz mənfi edə bilməz. Kvadratın tərəfi olduğu neçə? 14 cm. Cavab C variantı. 7-ci sualda isə uşaqlar, köklərindən biri x1 bərabərdir. Uşaqlar, o kök hətta 5 üstə 3 verir. Mən yazıram 3 üstə gəl kök hətta 5. Çünki toplananların yerini dəyişəndə cəm dəyişmir. Olan tam əmsalı çevirmiş kvadrat tənlik qurun. Uşaqlar, tam əmsallı, yəni bütün əmsalları, yəni A, B, C əmsalı hər biri tam olsun. Tam əmsalı çevirmiş kvadrat tənlik qurun onda onun ikinci kökü olacaq. Bu birincinin qoşması. Yəni 3 çıxaq kök hətta 5. İndi x1 ilə x2-nin cəmi deyirdik nə idi? Mənfi P idi. x1 ilə x2-nin hasisi Q idi. Hansı halda çevrilmiş kvadrat tənlikdə? Düzdürmü? İndi götürüb yerinə qoyacaq. x1 ilə x2-nin cəmi nə eləyəcək? Yazıram onda. 3 üstə gəl kökdə 5 ilə 3 çıxaq kökdə 5-in cəmi mənə verər nə? Bunlar gedər, qalar 6. O da eləyər mənfi P. Yəni P özü mənfi 6-dır. Aha. Onda x1 və x2 isə Q-dir. Yəni 3 üstə gəl kökdə 5 ilə 3 çıxaq kökdə 5-in hasılı nə eləyəcək? Birincinin kvadratı 9 çıxaq 5, yəni 4. Bu da oldu nə? Q. İndi P də var, Q də var. Gətirib qoyacaq burada yerinə. Alacağıq x kvadratı çıxaq 6x üstə gəl 4 bərabərdir 0. Cavabımız olacaq təbii ki B variantı. Sual 8-də isə
Bizə verib x kvadratı çıxaq mx üstəgəl 6 bərabər 0 və verib x kvadratı üstəgəl nx minus 6 bərabər 0. Kvadrat tənliyin köklərindən biri ortaqdır. Yəni x1 üstəgəl x2 bərabərdir m-dir. Bir də x1 üstəgəl x, daha da üzr istəyirəm, x1 vur x2 bərabərdir 6-dır. Bu kvadrat tənliyi üçün. Burada isə x1 üstəgəl x2 yaza bilmərəm. Çünki burada x2 var. Burada deyir axı ki, biri bərabərdir. Hər ikisində x1 götürürəm, köklərin birini. Digərini isə bunu məcburam x3 götürəm də, bərabərdir. Cəmi necədir? Mənfi n-dir. x1 vur x3 isə mənfi 6-dır. Uşaqlar, baxın diqqətlə. x1 hər ikisində eynidir. x2-yə vuranda 6 eləyib, x3-ə vuranda mənfi 6 eləyib. Deməli, x2 ilə x3 biri digərinin əksidir. Yəni, x2 mənfi x3-ə bərabərdir. Bunu başa düşdünüz yəqin. Niyə? Təsvirləyim, baxın. Təsvir edin ki, bu 1-dir. Bu nə olacaq? 6. Bu 1 olsa bu nə olmalı? Çünki buradakı x1, buradakı x1 də düzdür, bir-birinə bərabərdir. Kökləri, birinci kökləri bərabərdir. Başa düşdüyümü? Onda bu 6-dır. Bunu bildik. x2. Bəs burada nə olacaq? Bu 1 olsa bu gərək məcbur mənfi 6 olar ki, hasil mənfiliyə, düzdürmü? Baxıram ki, x2 ilə x3 biri digərinin əksidir. Biri 6-dır, biri mənfi 6-dır. Mən ədədi misal üçün verirəm, uşaqlar. Sadəcə mənfini müsbəti təyin eləmək üçün. Deməli, x2 ilə x3 arasında əkslik var. Biri digərinin əksidir. Bunu silirəm. İndi davam edirəm. Nə deyir? Deyir ki, bu tənliklərin ortaq olmayan köklərin cəmini tapın. Ortaq olmayan köklər hansılardır? x2 ilə x3 idi. Bunların cəmini soruşur. x2-nin əvəzinə x3 yazsam olur x3 üstə x3. Daha doğrusu üzr istəyirəm. Mənfi x3 bu oldu x2-nin yerində. Bax, bunun yerinə bunu yazıram. x2 bölü mənfi x3 yazdım. Toplam neçə deyir? 0. Cavabımız olar A variantı. 9-cu sualda isə uşaqlar bizə verib x kvadratı çıxaq k plus 4 dənə x üstəgəl m bərabərdir 0. Tənliyinin köklərindən biri 4'dür. Köklərindən biri 4'dür. Yazıram. x1 üstəgələk 4 bərabərdir. K üstəgələk 4. Bir də x1 vuraq 4 bərabərdir m. Və digər tənlikdə verib x kvadratı çıxaq 2k çıxaq 1 vuraq x üstəgəl n bərabərdir 0. Burada da deyir ki, kvadrat tənliyinin isə köklərindən biri 2'dir. Aha, biri 2'dir. Bu tənliklərin digər kökləri bərabərdir. Aha, deməli digər kökü də x1'dir yenə. x1 üstəgəl 2 bərabərdir 2k çıx 1'dir. Bir də x1 vuraq 2 bərabərdir nədir? N'dir. Bizə nəyə soruşur? K-nı tapın. Sadələşdirək tapaq da. Burada sadələşdirsək alırıq nə? x1 bərabərdir k. Bax, bunu sadələşdirdim. x1 k. Burada da x1 yenə k qoysaq olacaq. Elə olduğu kimi saxlayarıq bunu. x1 vur 4 bərabərdir m. Bunu saxladıq belə. Burada isə keçirsəm bunu bir tərəfə 2'ni x1 bərabərdir 2k çıxaq 3 alıram. Burada da x1 vur 2 bərabərdir n. Bunlar, bu da bizə lazım deyil. Çünki eyni zadı soruşur. Bizdən k-nı soruşur. Bu da ikisi də x1'ə bərabərdir. Deməli, k bərabərdir 2k çıxaq 3'ə. Niyə? Çünki bu x1 k'dır. Burada da x1'in önündə k yazsam olur k bərabər 2k çıxaq 3. Buradan alıram k bərabərdir 3. Cavabımız olar C variantı. Sadə misal idi. Ona baxırıq. Uşaqlar x kvadrat çıxaq 8 modul x üstəgəl 7 bərabər kvadrat tənliyinin ən böyük kökünü tapın.
Uşaqlar baxın, ən böyük kök hansı halda olar? Əslində bu tənlik iki formada. Yəni modul x hansı hallarda ola bilər? X əgər sıfırdan böyük olsa x alar, modul x bir dəfə də mənfi x ola bilər. X nə olsa, mənfi olsa. Onda iki halı var da, x kvadrat çıxaq 8x üstəgəl 7 kimi yaza bilərik. Bir dəfə də x kvadrat çıxaq, yox, üstəgəl 8x üstəgəl 7 kimi yaza bilərik. Hər iki halı yaza bilərik. İndi köklərimizə baxaq. Cəmi 8 hasılı 7. x1 bərabərdir 1, x2 bərabərdir 7. Burada isə cəmi mənfi 8. Onda x1 bərabərdir mənfi 1, x2 bərabərdir mənfi 7. Hacısı müsbət 7. İndi bu 4 dənə kökün içindən bizə ən böyüyünü sorur. Bunlar 7. Cavabımız 7. Açıq tipli 7. 11-də isə k-nın neçə tam qiymətində x kvadrat üstəgəl kx plus 81 bərabərdir 0. Kvadrat tənliyin kökləri tam ədəddir. Uşaqlar, biz bilirik ki, x1 ilə x2-nin cəmi mənfi k-dır və x1 ilə x2-nin hası isə 81-dir. Deməli, uşaqlar, köklərimizin hər ikisi mənfidir ki, vuranda müsbət eləyib. Niyə? Deyirsiniz, müsbət də müsbət olanı müsbətliyir da. Çünki toplayanda mənfi eləyibsə, deməli köklərimiz mənfidir. Onda x1 də sıfırdan kiçik, x2 də sıfırdan kiçikdir. Və k-nın neçə tam qiymətində tənliyin kökləri tam ədəddir. Tam ədəd olması üçün tənliyin kökləri, deməli həmin köklər 81-in bölənləri olacaq ki, bunu buna vuranda 81 eləyibsə. 81-in bölənləri hansılardır? 1 ilə 81-dir. 3 ilə, daha doğrusu mənfi 1 ilə mənfi 81, mənfi 3 ilə mənfi 27, sonra mənfi 9 ilə mənfi 9. Neçə dənə olar? 6 dənə kökü olar uşaqlar. Cavabımız olar 6. 12-də isə bizə verib x kvadratı üstəgəl kx üstəgəl k plus 8 bərabər kvadrat tənliyi üçün birincidə k bərabərdir mənfi 8, ikincidə k bərabərdir mənfi 4, üçüncüdə isə k bərabərdir müsbət 4. Olarsa, deyir, uyğunluğu müəyyən edin. Aha, birinci üçün yazaq uşaqlar. Kvadrat tənliyimiz nə olacaq? X kvadratı çıxaq 8x bərabərdir 0 olacaq. Deməli, kökümüzün biri 0-dır, digəri isə 8-dir. Deməli, 2 müxtəlif kökü var. Cavabımız oldu A. Köklərindən biri 0-a bərabərdir. Bir də oldu D. A ilə D. Bu birincidə. İkincidə kvadrat tənliyimiz nə olacaq? X kvadratı çıxaq 4x üstə gələk 4 bərabər 0. Bu da x çıxaq 2-nin, yəni diskriminant 0-dırsa, 2 kökü də bərabər olacaq. x1, x2'ye bərabər, o da kökü olacaq 2. Deməli, hər iki kökü bərabərdir, varmı? 2 bərabər kökü var. Bu olacaq B variantı. Burada isə x kvadratı üstə gələk 4x üstə gələk 12 bərabər 0. Burada isə uşaqlar diskriminant nədir? 0-dan kiçikdir. Deməli, həqiqi kökü yoxdur. Cavabımız olacaq C variantı. Cavabımız oldu A, D, B və C. Bu qədər uşaqlar, növbəti videoda görüşərik. Kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. Sağ olun.